Doğulduğu andan sosial şəbəkədə. Bir çox valideyn körpəsinin ilk gülüşünü, ilk addımını, ilk sözünü paylaşmaqda tələsir. Hətta bəzi uşaqların öz adlarına səhifələr açılır. Minlərlə izləyici toplayan bu hesablar bəzən uşaqların gələcək rəqəmsal kimliyinə çevrilir. Sosial mediada sevinci bölüşmək istəyi ilə başlayan paylaşımlar çox vaxt uşağın şəxsi həyat sərhədlərini aşır. Uşaq hələ danışmadan onun şəkilləri, videoları, şəxsi anları artıq internetdədir. Bu məlumatlar isə illər sonra kimin əlinə keçəcəyi bilinməyən rəqəmsal izə çevrilir. Psixoloq Tünzalə Aslanovanın sözlərinə görə, sosial mediada sevincini bölüşmək istəyindən başlayan paylaşımlar çox vaxt uşağın özəl həyat sərhədlərini aşır. Yəni elə edilməlidir ki, gələcəkdə bu kimi addımlar uşağın utanmasına səbəb olmasın. Uşaq ana bətninə düşən andan etibarən viral olmağa başlayıb. Sosial şəbəkələrdə profillər açılır, hətta açılmayan profillərdə, ana-ata öz profillərində, Instagram səhifələrində, TikTok səhifələrində bu uşağın hələ xəbərçisinə çevirirlər. Belə bir uşaq həyata gələ bilər. Belə bir valideynlərə ilk sualım bundan ibarət olur ki, sən özün o uşağın yerinə olsaydın, dilin, ağzın, danışığın olsaydı, özün bu şəxsi məlumatları sosialda paylaşmağa icazə verərdinmi? Valideyndən gələcək cavab əsasında bizim fikrimiz formalaşır. Bu uşağın, bu ailəsi gələcəkdə uşağın şəxsiyyətini necə görmək istəyir? Uşağın da şəxsiyyəti sosialda yox, ana və atasının arasında formalaşmalıdır. Tünzalə Aslanova deyir ki, uşaqlar 3 yaşından 7 yaşına kimi kəşf etmə dönəmində olurlar və ətraflarındakı insanların hərəkət və danışıqlarını yamsılayırlar. Bəzən hansısa bir birləşmələrdən istifadə edirlər, bəzən elə olur ki, qeyri-etik kəlmələrdən istifadə edirlər. Hətta elə ana-atalar var ki, onları belə viral edirlər. O kəlmələri belə sosiallaşdırırlar, sonra ictimailəşdirirlər. Böyüdükcə həmin dönəmdən travma alan uşaqlar yeniyetməlikdə o qədər müraciət edirlər ki, uşaq vaxtı bir videom var, o yayılıb, uşaq vaxtı bir şəklim var, ondan çox utanıram. Mütəxəssislər qeyd edirlər ki, uşaqların təhlükəsizliyi yalnız evdə və cəmiyyətdə deyil, hər yerdə qorunmalıdır. İlhamə Kələyeva, Cəfər Qasımov, Xəbər Ertəsi.